Salam uşaqlar, bugün cimlə işləyirik və bizim 11-ci sinifə aid 19-cu audio mətnimizdir. Üzr sayın, səsim batıbdır. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Başlayaq. Дружба. Дружбу можно сравнить с деревом. Семя должно найти хорошую почву, и при хороших условиях оно превратится в дерево. С годами оно все более уверенно будет стоять на земле. И если оно будет достаточно сильным, то переживет все штормы и ветры. Но чтобы помочь ему, мы должны заботиться о нем и любить его. Самым важным чувством, которое существует между друзьями, является доверие. Оно никогда не появляется само по себе. Это результат долгой дружбы, и это чувство очень ценно. Друг – это человек, который бескорыстно поможет вам в любое время. Кого вы можете разбудить посреди ночи, только чтобы поделиться своими проблемами. Кто стремится сделать для вас все, не ожидая ничего взамен. Кто поддерживает вас во всех ваших начинаниях и кто никогда вас не предаст. Нужно ценить дружбу. Она делает счастье более ярким, а горе менее болезненным. Богаты те, у кого есть истинные друзья, говорит пословица. Belə uşaqlar dinlədik və mən tərcümə edim, görək söhbət nədən gedir. Deməli, üzr sayın. Dostluğu deməli ağacla müqayisə etmək olar. Toxum yaxşı torpaq tapmalı və yaxşı şəraitdə o ağaca deməli çevriləcək. Yəni, belə deyək də, torpaqdan çox şey asılıdır da. Toxumu yaxşı torpağa əkirsinizsə, o yaxşı şəraitdə, yəni gözəl bir ağaca çevrilir. İllər keçdikcə o torpaqda daha möhkəm dayanacaq və kifayət qədər güclü olarsa, bütün fırtınalara və küləklərə sinə gələcək. Lakin ona kömək etmək üçün biz ona qulluq etməli və onu sevməliyik. Dostlar arasında mövcud olan ən vacib his etibar güvəndir. O heç vaxt öz-özünə yaranmır. Bu uzun dostluğun nəticəsidir və bu his çox qiymətlidir. Dost sizə istənilən vaxt təmənnasız kömək edəcək bir insandır. Siz onu gecənin bir yarısı oyadıb sadəcə problemlərinizi bölüşə bilərsiniz. O əvəzində heç nə gözləmədən sizin üçün hər şey etməyə can atan. Bütün işlərinizdə sizi dəstəkləyən və sizə heç vaxt xəyanət etməyən biridir. Dostluğu qiymətləndirmək lazımdır. O xoşbəxtliyi daha parlaq, kədəri isə daha az ağrılı edir. Bir atalar sözü var da, elə bir əsl dostları olanlar zəngindir. Belə uşaqlar və gəlin indi keçək bizim tapşırığımızda. 109-da deyir ki, укажите верное утверждение по тексту. Yəni, mətnə əsasən düzgün ifadəni göstərin. Верное. Дружбу людям необходимо ценить. Deyir ki, insanlar dostluğa dəyər verməlidirlər. Düzdür. A variantı çox gözəl. Düzdür. С годами дружба может перерасти в любовь. Bu yoxdur. İllər keçdikcə dostluq sevgiyə çevrilə bilər. Bu mətndə yoxdur. Дружба – это результат долгой работы над собой. Deyir ki, dostluq insanın öz üzərində uzun müddət çalışmanın nəticəsidir. И o счастье делает дружбу более яркой. Xoşbəxtlik dostluğu daha parlaq edir. İstinные друзья познаются в богатстве. Əsl dostlar var dövlətdə tanınırlar. Deməli, biz 109-da A-nı seçirik. 110. Определите основную мысль. Əsas ideya söhbət nədən gedir? Əlbəttə ki, yəni dost, belə deyək də, o insandır ki, hər zaman sizə kömək edəcək də, belə deyək. Значит, у нас друг – это человек, который всегда поможет вам в любое время, deyə D variantını seçirik. 111-də. Используя информацию из текста, определите верный ответ на вопрос. Для чего мы можем разбудить друга ночью? Deyir ki, dostumuzda gecə vaxtı, məsələn, gecə yarı biz gölə durğuza bilərik.
belə də deyir. Yəni biz də bilirik ki, əlbəttə ki, yəni biz problemlərimizi bölüşmək üçün, düzdürmü? Ona görə də biz belə deyək də gecə oyadırıq dostumuzu nəyə görə? Для того, чтобы поделиться своими проблемами. 112. Используя информацию из текста, напишите ответ на вопрос. С чем мы можем сравнить дружбу? Dostluğu nə ilə müqayisə edə bilərik? Əlbəttə ağacla deyə. Так, yox, buraya yazıram da. Так, с деревом. Ağacla müqayisə edə bilərik. Дополните предложение словами из текста. Доверие между друзьями является, yəni deyir ki, dostlar arasında güvən. Так, доверие между друзьями является самым важным чувством, да, самым важным, əhəmiyyətli bir hissdir də, самым важным чувством. Чувство diye yazırıq. 114. Напишите одно прилагательное из текста, которое характеризует слово дружба. Dostluq, əlbəttə ki, долгая дружба, uzun bir dostluq. Долгая дружба. Belə uşaqlar, sağ olun, görüşərik.